Bir insanın duasının qəbul olması üçün 4 dənə səbəb var. 4 səbəb. Birinci səbəb nədir? Duada israrlı eləmək, israrlı olmaq. Baxın, bu 4 səbəbi yadda saxlayaq. Uca Allah israrla dua edilməsini sevir. Bəndə dua edərkən davamlı olmalıdır. Kim rahat vaxtında Allah'a çox yalvararsa, çətinlik zamanı Allah onun duasını qəbul edər. İnsan hər gecə desin, ey Rəbbim deyə dua edərsə, bu duanın qəbuluna səbəbdir. Yəni, eyni şeyi təkrar istəsin. 3 gün, 4 gün, 5 gün etdi, sonra olmadı da tərk etmək olmaz. Peyğəmbərimiz nə deyir? Bir insan əlini qaldırıb, ey Rəbbim deyərsə, Allah onun əllərini boş çevirməyə həya edər. İkinci səbəb, Allahın gözəl adlarıyla dua etmək. Ya Razzaq, ruzu ver. Ya Qaffar, bağışla. Ya Vahhab, bəxş eylə. Allahın adları zikir deyil, dua edilirsən. Ən gözəl adlar Allaha məxsusdur. Onu o adlarla dua edin, deyir Allah Quran-ı Kərimdə. Üçüncü səbəb nədir? Səfərdə olmaq. Səfərdə olan insanın duası qəbuldur. Peyğəmbərimiz buyurur, müstəcəb dua sahibidir. Əgər bir insan səfərdədirsə, üstəlik düşün, Ramazan ayındadırsan, səfərdəsən, üstəlik oruclu haldasan, həm səfərdəsən, həm oruc, həm Ramazan, bütün xeyirlər üstə gəlib. Bəzən olur ki, cümə günü səfərdə olursan. Dördüncü səbəb, başqası üçün dua etmək. Bax, önümüzdə tək gecələr gəlir, Ramazanın son 10 günü. İstəyirsən duaların qəbul olunsun, başqaları üçün dua et. Nə deyir? İnsan özünə istədiyi xeyri qardaşı üçün istəsə, onun bu duası qəbul olunar. Bir müsəlman başqa müsəlman üçün etdiyi dua qəbul olunan dualardandır. O zaman mələklər də onun üçün belə deyərlər, amin, sənə də eynisi olsun.